Bugün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Bakı Regional Məşğulluq filialı bərabər əmək yarmarkası təşkil edirik. Əmək yarmarkasında iştirakçılar digər yarmarkalardan fərqli olaraq bu Peşə Təhsil Mərkəzinin məzunları və son kurs şagirdləri, yəni məzunları iştirak edir. Və burada iştirakçılar 30-dan çox müəssisə müxtəlif vakansiyalarla 300-dən çox vakansiyaları təqdim edir. Vakansiyaların əsas sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir və iştirakçılar əmək bazarının tələblərinə uyğun peşə və bacarığının olan vətəndaşlarımız özünə uyğun işlə, axtarışı ilə iştirak edir və bütün 30-dan çox müəssisələr təqdim etdikləri vakansiyaları onlara əlçatanlığını təmin etmək üçün biz bu yarmarkanı təşkil edirik.